Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq. Aylıq yağıntıların miqdarı norma daxilində olacaq. İyul ayının birinci yarısında ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir şimal-qərb küləyi güclənəcək. İndi isə daha ətraflı. Bakıda və Abşeron yarımadasında iyulda havanın orta aylıq temperaturu 26-28 dərəcə isti olacaq ki, bu da iqlim normasından 1 dərəcə yüksəkdir. Gecələr temperaturu 20-25, gündüzlər 28-33 dərəcə isti, ikinci və üçüncü 10 günlüyün bəzi günlərində 37-40 dərəcə isti, aylıq yağıntıların miqdarı isə iqlim normasına yaxın gözlənilir. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın orta aylıq temperaturu 27-29 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24 dərəcə isti, gündüzlər 30-35 dərəcə isti, ikinci və üçüncü 10 günlüyün bəzi günlərində 37-40 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı da iqlim normasına yaxın gözlənilir. Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, eləcə də Daşkəsən, Gədəbəydə havanın orta aylıq temperaturu 19-24 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12-17, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 35 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın gözlənilir. Şərqi Zəngəzur, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda havanın orta aylıq temperaturu 22-25 dərəcə isti olacaq ki, bu da norma daxilindədir. Gecələr temperatur 12-17, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 33 dərəcə isti olacaq. Aylıq yağıntılar iqlim normasına yaxın gözlənilir. Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzulidə havanın orta aylıq temperaturu 26-28 dərəcə isti olacaq ki, bu da normaya yaxındır. Gecələr temperatur 20-25, gündüzlər 29-34 dərəcə isti, ikinci və üçüncü 10 günlüyün bəzi günlərində 38 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmailli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda havanın orta aylıq temperaturu 23-27 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 17-22, gündüzlər 25-30 dərəcə isti, ikinci və üçüncü 10 günlüyün bəzi günlərində 38 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı da iqlim normasına yaxın gözlənilir. Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Saylan, Neftçalada havanın orta aylıq temperaturu 26-29 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperaturu 20-25, gündüzlər 31-36 dərəcə isti, ikinci və üçüncü 10 günlüyün bəzi günlərində 40 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı da iqlim norması daxilində gözlənilir. Və nəhayət cənub bölgəsi. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabadda orta aylıq temperaturu 21-26 dərəcə isti olacaq ki, bu da norma daxilindədir. Gecələr temperaturu 20-25, gündüzlər 26-31 dərəcə isti, bəzi günlərdə 37 dərəcə isti gözlənilir. Aylıq yağıntıların miqdarı da iqlim normasına yaxın gözlənilir. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.